Salam əziz və hörmətli dostlar, gözəl və ağıllı düşünürlər. Salam aleyküm Cavad bəy, çox sağ olun. Daşkəsən bəy, salam aleyküm, çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm məhəbbətinizə. Bilirsiniz, mən çalışıram ki, hər gün eləyə bilsəm bir səfər bu kitabdan oxuyayım. Dostlarımızın da əlaqəsi olsa mənlə bərabər oxurlar. Bəlkə biraz biz türkçülük bilək nədir. Çox vaxtınızı almayayım, başlayaq mətlə. Kitabın adı Türkçülüyün əsasları. Biz bunu yazan Ziya Gökalpıdır və bu günləri 18-ci səhifəni oxuram. Ziya Gökalp kitabın əvvəlində başladı türkçülüyün dədələrini bizə tanıtdırmağa. Kimlərdilər və nə cür tanıtdırıblar? Yəni, nə cür türkçülükdə nələri başlayıblar? Dedik ki, ən mühümü bu cür başlanıbdır ki, türk cinsi alanlar və türk cinsi almayanlar. Bağışlayın, türk cinsi alanlar və türkdən qeyri cinsi almayanlar. Bunlar türkçü olublar. Birinci türkçülük buradan başlayır. Ondan sonra dedik ki, bunlar müxtəlif kitablar yazıblar, cürbəcür, rəhli kitablar yazıblar və xüsusən tarixdə təkid ediblər ki, tarixi düşmənimiz əgər yazıbsa, yəni xarici, baxın, düşmən deyəndə bu, mən düşmən deməyim, əgər özümüz tarix yazmamışıq, ya bir tarix kitab oxuyuruq ki, bunu bizim millətimiz, bizim düşüncəmizlə, bizim milli mənfəətimiz əsasında yazmayıblar. Bəlkə bir ayrı xaricəli yazıbdır, indi olsun Avropalı, dini nə olur olsun, millətliyə nə olur olsun, o bizim ziddimizə yazmışdır. Qətən və %100. Bunun üçün indi biz yetişdik hara? 18-ci səhifənin birincisinə. Türkçülük olmuşdur. İndi bunun birinci paragraf davam verək. Türk şairi Məhəmməd Əmin bəyə türkçülüyü, bu şairi dedik da, bunun bir dənə milli şeir yazdı Yunanla savaşanda və o şeir beləsi olurdu. Əgər tapa bilsəm mən o şeiri, o şeir beləsi olurdu. Mən bir türkəm, dinim, cismim uludur. Belə bir şeir yazdı bu Yunanla savaş zamanında. Və bu türkçülüyün demək olar ki, daha bir əsər idi. Türk şairi Məhəmməd Əmin bəyə türkçülüyü aşılayan özünün söylədiyinə görə Əfqanlıq Şeyx Cəmaləddindir. Orada dedik ki, bu bəzi insanlarımıza, bizim şairlərimizə o birisi millətlərdən ki, millətçidirlər, yəni qeyri-türk millətlər ki, millətçidirlər, Avropalı olsun ya Asiyalı olsun, onlar aşılayıblar. Aşılamağı da tozih verdik ki, vaksəndən ibarətdir bugünkü anlamı, amma aş nədir, onu da dedik və indi də əlavə edeyim ki, aş bilirsiniz bizim aşpəz də buradan gəlir, türkcə sözdür, yəni yemək bişirən, bu da farsıya gedir, pəz farscadır, türkcəsi aşdır, aşçı, yəni yemək bişirən və bu hünərdir. O da keçən cəlsədə bunu izah elədim, nə cür bir hünərdir. İndi bunun davamında deyir ki, bu adamda, o türk şairdəki şeirinin indi əvvəlini oxudum, başlanğıc misrəyini oxudum. O şair Məhəmməd Əmin bəyə də türkçülüyü aşılayan, yəni türkçülüyü ona tanıtdıran, türkçülüyü ona müərrifi eləyən, türkçülüyü ona eləyən deyir, öz deyişi əsası ilə. Özünün söylədiyinə görə, özünün söyləmək bilirsiniz, bizdə demək kimidir, da söylədi, yəni dedi. Bu, özünün söylədiyinə görə Əfqanlı Şeyx Cəmaləddin'dən bunu alıbdır. Şeyx Cəmaləddin'ə bilirik ki, Osmanlının son zamanlarında bu cür bir cəriyana girib, çox İslamçı idi ta türkçü. Amma əgər
bu şairin dediği, türkçü şairin dediği düz olsa, Əfqanlı fars değilmiş, türkümüş. Niye? İndi bu derste de var. Niye türk olarmış? Buna göre hatta Əfqanlı da olsaymış, türk olarmış. Niye? Çünkü evvelen Əfqanistan biz deyəndə Əfqanlı, Əfqanlıların bir çoxu türkdür. Muntha asimile olublar. İndi orada Əfqanistanda bir hərəkət başlanıbdır. Başında da bir döşkür var. Bu döşkür deyir ki, yani bu türklər deyirlər ki, biz türküq, faslaşmışıq, biz dilimizi unutmuşuq. Amma indi Əfqanistanda böyük etirazlar 3-4 ildir başlayıblar. Dövləti məcbur edirlər ki, onların təzkirə deyirlər, sicilli, şinasnamə farsça. O təzkirələrində bunların türklüğü yazılsın. İndi bu hərəkəti başlayıblar, türklərlə də çox ilgiləri vardı. Cəmaləddin Əfqani ola bilər ki, Əfqanistan türkü ola bilər. Ya da ki, bir ayrı məsələdə belə ola bilər. Cəmaləddin Əsədabadi türkü nədən bilir? Buradan bilə bilər ki, həm Osmanlı imperatorluğu, həm Qacar imperatorluğunun ikisinin də dili türkcədir. Siyasi dil, ictimai dil, hər dil orada türkcədir. Bu ki, indi farslar bizə inandırıblar, hətta bizim bəzi dostlarımız da inanıblar ki, İranda 3 dil rəsmiymiş tarixdə. Əslən, rəsmi dil taza bir modeldir. Yəni, keçən 150 il, 200 ilin dilidir. 200 il bundan öncə əslən rəsmi dil yox idi. Çünki rəsmi dil bir idari sistemdə olar, bir də təlim-tərbiyyət sistemində olar, mədrəsə sistemində. 200 il bundan qabaq dünyada rəsmi məktəb yox idi. İnsanlar gedərlər bir mallarını yana, bir yerə, bir kilisəyə, bir məscidə oturardılar orada, əlif zəbərə öyrəşərdilər. Və öz dillərində danışardılar. Bunun üçün də mollaların hamısı da hər kəsin öz dilində danışardı. Bu, fəqət əlif zəbər öyrədərdilər. İnsanlar ərəbcəni eləyə bilsinlər, Quranı oxusunlar məsələ. Amma heç dil rəsmi deyildi. Bu bir. İkinci bu ki, bir dənə məmləkətdə Osmanlı kimi, ya Qacar türkləri kimi, təbiətən Qacarın dili rəsmi olar. Çünki əslən hakimiyyətə yaxınlaşmaq, ustandar, fərmandar, bəxşidar olmaq, bir idarəyə girmək, bir müstofi olmaq, buradan geçər ki, o dili yaxçı bilə, dövlətin başda olan adamının dilin yaxçı bilə. Çünki, baxın, dünyada ən mühüm etibar, ən önəmli şəxsiyyəti verəni o başdakı liderdir. Məsələn, İranda indi Xameneyi ən böyük bir adamdır. Yəni, istəyə biri İranda tərəqqi eləyə siyasi, idari, iqtisadi, ictimai, gərək Xameneyi özün bənzədə. Onun üçün hamı saqqal qoyur, hamı təsbih, başında möhür qazdırır burasında, nə bilim, qaşığıyla bura şey çəkir, üzük salır, səqqəl qoyur, köynəyin ocur elir, filan elir, Bismillahirrahmanirrahim və behinəstəyin ayə ilə filanla başlayır, İmam Zəmana durudla filan. Bunlar hamısı buna görə ki, yəni, ağa, mən sənə istirəm özümü bənzədəm, onun üçün də məni apar üstə. İzhar vəfadaridir bunlar. Bunlar sistemi vəfadarlıqdır. Türk hakimiyyəti ola bir nəfər fars dilindən eləyə bilməz, izhar vəfadar eləyə. Bunun üçün o bir yalandır. Bu ki, Türk dövlətinin, ərəbcə İslam dininin dilidir. Onun üçün ərəb dili çox önəmlidir. Niyə önəmlidir? Əvvələn, imperatorluqların həm Osmanlının, həm Qacar imperatorluğunun millətləri ki, onun bayrağı altındadır, əmri altındadır, onların bir çoxu ərəbdir. Bunu bir tərəfdən qəbul edilir, dilləri ərəbdir. İkinci, bunlar hər ikisi Osmanlı ki, xilafət-i İslamidir, yəni xəlifədir, o imperator dediyimiz şəxs xəlifədir. Özün Allahın yer üzündə xəlifəsi bilir. Bu adam təbii ki, ərəbcə danışacaqdır, ya ərəbcəni yaxçı danışacaqdır. Bunun fiqhi, qanunu, fəlsəfəsi, irfanı, tamam ulumlar ki işlənir, hamısı ərəbcə olacaqdır. Ərəb çox güclü dil olduğu üçün də bir tərəfdən. Bir tərəfdən dedim, dili, Allahın dili bilinir, Peyğəmbərin dilini bilir, müqəddəs məfhumu var müsəlman üçün, ərəb dilinin. İndi də elə müqəddəs bir anlamı var. Yəni, bu cür deyil ki, deyək, şey deyil. Onun üçün ərəb dili mədrəsə dilidir, elm dilidir, bu cür deyək.
Cəmaləddin Əsədabadi də ola bilər ki, ya türkdür, ya da Osmanlı ya Qacar imperatorların torpaq, bunların ikisinin birinin torpağında yaşır da, hangisində yaşır, yaşasın. Ya Qacar torpaqlarında yaşır, ya Osmanlı torpaqlarında. Və tüm savadlıdır, və tüm siyasətə girir və siyasətlə ilgili bu türkü dilin bilməlidir. Buradan mənim nəzərimə gəlir ki, Məhəmməd Əmin şairimiz dediyinə əsasən Əfqanlı Şeyx Cəmaləddin türkdür. Mən bunun türklüğün qəbul edirəm. Görürük da ki, burada türk dilinə bir şey olubdur. Bir indi məsələn farsların dediyi ilə desaq, pan-türkism imiş Cəmaləddin. Eyni halda ki, pan-islamizm imiş, pan-türkist imiş. Yəni türk dilinə çox maraqlıymış. Onun üçün bu adamı, bu şairi deməyib, sən müsəlmançılıqla bu adamı gətirə hərəkətə. Bəlkə bunu türkçülüklə gətiribdir. Bir nəfər fars olsa dili, təbiətən o eləyə bilməz bir nəfəri türkçülük əsasında hərəkətə gətirə. Tamam. Mısırda ya Misirdə Şeyx Məhəmməd Əbdoğun Quzey türkləri arasında Fəxrəddin oğlu Rizaddini yetişdirən bu böyük İslam lideri Türkiyədə Məhəmməd Əmin bəyi bularaq xalq dilində, xalq vəznində millət sevgisi ilə dolu şeirlər yazmasını söyləmişdi. İndi şair özü deyir ki, mən Cəmaləddin mənə, Şeyx Cəmaləddin Əsədabadi ya Əfqani mənə türkçülüğü düşündürdü. Mən türkçülüğü ondan öyrəşdim. Davamında deyir ki, Misrdə eyni zamanda bir dana alim var, adı Şeyx Məhəmməd Əbdoh. Deyir, bu Şeyx Məhəmməd Əbdoh da, diqqət buyurun, o zaman Misr və Afrika ada deməyək, ona qarrə deyirlər farsça və ərəbcə. Onun türkçəsi nə idi? İndi gəl bunun türkçəsini tap. Qarrəni. Hər halda yadıma düşsə onu ərz edirəm xidmətinizə. Deyirəm, biz Türkiyədə zəif olduğumuz üçün mütəəssifanə hətta bilmirik, məsələn, mən indi yadıma gətirəmirəm ki, gəl fikirləşəm, tapam qarrənin türkçəsi nə idi? Şeyx Məhəmməd Əbdo deyir ki, Quzey türklər. Quzey türklər olur, məsələn, Türkmənistan, o tərəflər, Qəzzaqistan, bunlar Quzeydirlər, Şimal. Quzey türkləri arasında bir nəfəri tapır, adı Fəxrəddin oğlu Rizaddini. Bu, o Misirdəki Məhəmməd Əbdo bu Quzeyli türkü yetişdirir. Yetişdirir, yəni onu təlimi, tərbiyyət verir, onu millətçi elir, türkçü elir. Diqqət buyurun, ərəblər bizə türkçülüğü öyrədirlər. Yəni biz bir asimlə millətuq. Bu günləri belə türkçü olmağımızı gərək edək bir ayrı millətdən öyrəşək. Bu böyük İslam lideri, yəni Məhəmməd Əbdo, Türkiyədə Məhəmməd Əmin bəyi bularaq gəlir. İndi diqqət buyurun, orada dedi ki, Şeyx Cəmaləddin burada deyir ki, Məhəmməd Əmin bəyi bularaq, yəni o Misirli Şeyx Məhəmməd Əbdo bu Məhəmməd bəyi şairi tapır. Deyir ki, şeiri fars dilində demə. Bilirsiniz, fars dili, mən bunu bir-iki dəfə demişəm, dostların ayrıhan da olurlar. Bizim şeirimiz mütəəssifanə bu günləri Güney Azərbaycanda şeir fars dilinin şeiridir. Fars dilinin, millətinin şeiridir. Onun üçün bizim millətimiz ondan ilgisi yoxdur. Yəni şeirlər bizim millətimizin arasında geçmir. Bir-iki dana şeiri çıxsaz, qalanı çox millətin arasında geçməyibdir. Məsələn, inqilabın əvvəlində Şəhbanı İrana gedim, getməyim, Kaxı Gülüstanə gedim, getməyim. O şeir, məsələn, millətin arasında getdi. Ya məsələn, bir-iki dana belə şeir də, yəni şeirlərin bir çoxu, məsələn, bəlkə indi bizim millətimizdən bir 100 dana şeir heç şey olmayıbdır. Amiləşməyibdir, millət arasında girməyibdir. Bu bunu görsədir ki, şeirin təsiri yoxdur bizdə. Baxın,
Araz Xanarazı bir nəfər deyibdi. Ona indi 100 verjen var. 100 cürə o oxunubdur. Fərqli adamlar onu fərqli oxuyublar. Özləri dəyişdiriblər orasın, burasın. Amma onu millət, o şeiri millət bugün əzbərdir, hamı bilir. Dedim, bəzi şeirlər, amma bəzi şeirlər var, yazılır, şairlər var, yazılır, fars vəznində, farslar üçün, fars düşüncəsi əsasında. Bunlar bizim millətimizə heç fərqli təsiri yoxdur. Necə ki, mən məsələn Şahnamədən bir şey bilmirəm, Firdosinin şeyindən, ya Hafizdən çox şeir ki, əslən demək olar, mən hifz deyirəm, ərz eləyim xidmətinizə. O da o cürdür, yəni bizim dilimizdə deyil, bizim dilimizdədir, türkcədir. Bizim millətimizin kültürü fars kültürü ilə fərqlidir. Bizim millətimizin yaşam tərzi, fars yaşam tərzi ilə fərqlidir. Bizim millətimizin millətlik, hakimiyyət, iqtisad, coğrafiyası, təməddünü, hər şeyi farsından fərqlidir. Necür ola bilər ki, iki fərqli millətin bir cürə şeiri olar? Dil fərqli, fikir fərqli, düşüncə fərqli, yaşam fərqli, coğrafiya fərqli, amma bir cürə şeirləri olar. Qalıbı da bir olar, yəni vəzni, əruzu da bir olar. İndi bizim dostlarımız ki, əruzundan tanışdılar, bunlar üsyan eləyəcəklər. Amma icazə buyurun, bunu oxuyaq, oxuduqca görəcəksiniz ki, bu adam şeirə nə düşünür? Əlbəttə, mən də buna da düşünürəm. Mən də düşünürəm ki, şeiri o millət yazar ki, heç çarəsi yoxdur. Və şeirdə normalda zülfüdən, nə bilim, aşıq olmaqdan, filandan deyərlər. Mən bunu neçə dəfə Günazdan da demişəm. 800 ildir, 700 ildir, 600 ildir, hər neçə 100 ildir. Bunların bir belə qəzəlləri var, sədiləri var, hafizləri vardı, filanları var. Tamam, bu millətdə nə buraxıb bu kitabları? 800 il bu hafizi oxumaq, təlimi, tərbiyyətə əzbər eləmək. Bunlarda hangi bir hüsnü əxlaq var? Hangi bir hüsnü rəftar var? Hangi insaniyyət var? Hangi insan dərdinə yanmaq var? Hangi insanların haqqını rəsmiyyət edən? Axı bir şey ki, bu millətdə yoxdur, tamam, bu şeirin nə təsiri var? Heç zat, dəmra qənimət şumar, məngəli qoy ora, bu hafiz də çalsın, musiqisi də çalsın, biraz xoş olsun, ölsün, geçsin, ömür geçsin. Tamam, pəs, bu da beləsi, o ərəb alim, bir türkiyəli şəxsi Məhəmməd Əmin Bəyli adında Osmanlı şəxsi, məzərət istəyirəm, tapır və ona deyir ki, xalq dilində, diqqət buyurun, burası mühümdür, xalq dilində, yəni türkcə və türkcə, sənin müxatəbin kimdir? Sənin əgər müxatəbin bir döşkürdür, onunla o səthi danışacaqsan. Əgər sənin müxatəbin adi millətdir, Qarayaxadır türkcə, bizim Təbrizdə kətdə, Qarayaxa millətdir, onların dilicən danışacaqsan, onların düşüncəsi haddində. Nə çox yüksək danışacaqsan, nə çox aşağı danışacaqsan. Xalq vəznində, ərəb vəznində yox. Xalq, baxın, məsələn, Allah göstərməsin, bizim kətlərdə biri öləndə, onun bacısı, nənəsi, bacıları, nənələri, xalaları, əmmələri, filanları əzadarlıq elərlər. Dünyanın ən gözəl şeirin onlar deyərlər. Qafiyəsi də bəllidir, hər şey yəni bəllidir, bu bir şeirdir. İçlərindən çıxar, həman ləhzə çıxar özdə. Yəni, buna deyirlər filbədahə da. Filbədahə da oturur orada şeir deyir. Mən çox düşünmüşəm uşaqlığımda və cavanlığımda bu xanımların ağlamaq məclislərinə. Görürsünüz ki, biri dedi, o birisi onun başlayır, dağılsın deyir, o birisi başlayır. Yəni, bu bir növ yarışmadır əslən. Yəni, farsca müsabiqə, türkcə yarışma. Bir növ yarışmadır bunların arasında. Görürsünüz ki, bunun vəzni o xanım düzəldən vəznidir. Orada hamı da onu baş tapır. Hamı savadsız, hamı da baş tapır. Bir-birinin sözün o hardan dedi. Adam görürsünüz ki, öz ölüsünə ağlır. Burada ölənə ağlamır. Öz məsələn, amma oradan onu o şeydir. Millət sevgisi. Xalq vəznində millət sevgisi ilə. Yəni, şeir millət sevgisi ilə olacaqdır. Zolf-i yar-u xal-i yar-u cisuy yar-u filan bəhman. Ya Allaha görə şeir yazır adam. Yaxşı, biz 1000 ildə Allaha görə bizə şeir yazıblar. Bizim Allahı tanımağımızda bir belə təsiri buraxıbdır. Bir belə, dırnaqcan.
Yəni biz biraz Allahı çox tanımışıq, məsələn, o birisi millətlərdən. Bavər buyurun, bu Kanadada gələn dünyanın o müxtəlif yerindən gələn insanlar ki, normalda dinçi məmləkətlərdən qaçıblar, gəliblər. Kanadanın burada qalan insanlardan az biz Allaha inancımız var. Deyibdir ki, xalq sevgisi ilə şeir xalqın önə getməsi üçün, yolun aşması üçün, fikrin aşması üçün, müşküllərin danışması üçün, bu cür xalqın sevgisi ilə şeir yazacaqsan. Xalq sevgisi ilə dolu şeirlər yazmasını söyləmişdi. Məhəmməd Əbdöv bu türkçə deyibdi ki, sən gərək şeirlərin belə olar. Nə deyirsən, məsələn, Zülfiyar o, ya məsələn, İrfana görə, məsələn, mən, adam bəlli deyir ki, bu İrfana deyibdi. Hafizin şeirlərini oxuyursan, bilmirsən ki, bu oğlanbazdır, ya Allaha deyir. Allaha nə ilgisi var bu oğlanın? Məsələn, onun tükü yüzündən çıxıb çıxmayıb Allahın. Biz bunu, yox, bunlar kəlmə ilə oynamaqdır əslində. Bu kəlməni götür yerinə o kəlməni qoy, hə, çox gözəldir. Buna deyirlər tavsif da. İkinci paragraf, türkçülüyün ilk dövründə, mən elə bir ki, bunu dəyişdirdim, nə oldu? Hə, tamam, düzdür. Türkçülüyün ilk dövründə Digovignes tarixinin etkili olduğunu görmüşdük. Ziya Gökalp deyir ki, türkçülüyün ilk dövründə, ilk başlandığı zamanda, ilk də olur əvvəldə, ya baş. İlk baş da ola bilər. Yəni, deyə bilirik ki, türkçülüyün başlarında, dövrünün yerinə, deyə bilirik ki, türkçülüyün başlarında Degwix, hər nə mənə, bunun adı hər nə isə, onun tarixi ki yazmışdı, bir dana nənəsi də onu tərcüm eləmişdi, İngilis dilində yazmışdı, nənəsi də tərcüm elədi, Fransaya gətirdi, yenə bizim Şah Sultanımıza verdi, imperatorumuza verdi. Deyir ki, onun tarixinin yazdığı kitabın ətkisinin olduğunu görmüşdük. Görmüşdük, onun ətkisi var, yəni təsiri var. Ətki, yəni təsir. İkinci dövrdə, türkçülüyün ikinci dövründə, Leon Cahon'un Asiya tarixinə giriş adlı kitabının böyük etkisi oldu. Türkçülüyün ikinci dövrünün başlanmasına bir dana şəxsi var, adı Leon Cahon'dur. Bu Asiya tarixinə giriş adlı bir kitab yazıbdı. Deyibdi Asiya giriş. Asiya tarixinə giriş. Deyir ki, bu kitabın türkçülüğün ikinci dövrünün başlanmasına təsir qoyubdur, buraxıbdır. Böyük etkisi vardı, çox böyük rolu olubdur, çox böyük əsər qoyubdur, etki buraxıbdır. Nəcib Asim bəy bir çox əkləmlərlə, ək bilirsiniz, yəni əlavə, izafə, pəsvənd, əklərlə, yəni zəmimələrlə, əlavələrlə, pəs oldu. Nəcib Asim bəy bir çox əkləmlərlə, özü dırnaq arasında, zəmimə, parantez arasında, bu kitabın türklərlə ilgili bölümünü türkçəyə axtarmışdı. Bu, Cahon'un kitabının bir bölümü türklər haqqındaymış. Deyir ki, bu Nəcib Asim bəy bir çox özü indi mətalib izafə eləyərək, əkləməklə, yəni əlavə eləməklə o kitaba, Cahon'un kitabına, türklərə ilgi olan kitabın, o kitabın türklərə ilgi olan bölümün türkçəyə axtarmışdı, yəni türkçəyə çevirmişdi. Axtarmağı da dedik ki, axmaqdan, axmaq kəlməsindən, məsələn, bizim axma qəyəmiz var. Diqqət buyurun. Bugünləri bir video yazdılar, mən yaymadım bunu, dostlar yayıblar. Japonda dağ, topraq ağınır. Biz buna ağlamaq deyirik. Dağ, topraq ağınır, gəlir, evləri yıxa-yıxa gedir, sel kimi özdə. Yıxa-yıxa gedir. Yaxçı, buna biz ağlamaq deyirik. İndi axmaq eyədə bir də axmaq deyirik. Yəni, elə bu, oradan torpaq axır da, üzü aşağı gəldi. Su da axır gedir. Bir də axırımız var. Diqqət buyurun, mal heyvana axırda qəza tökərik. Bu da
eyni necə su bir dərədə gedir da, yəni dağda getmir ki, su gəlir, yığışır bir dəriyə, oradan axır gedir. Yəni eyni bir dənə navdan kimi, kanal kimi, ərx kimidir. Dərənin o tayı bu tayı fərz eləyin. O dərə yekəliyinə baxmayın, amma onu siz bir dənə navdan görün, bir dənə arx görün, bir dənə axır görün. Onun içində bu başdan o başa sel gedir. İndi bu torpaq da olsa belə gedir, su da olsa gedir, buna axır. İndi axma qəyə, eyni o Japondakı axan dağ kimi bura axırmış, ya axmaq halindeymiş. Yəni o dağ axırmış öz-özünə, gəlirmiş əşaya. Torpaq dağılırmış türküsü. İndi burada bir vaxt deyək, axma qəyə, yəni o daşlar, qəyə də bilirsiniz daş, bənd. Bizim Qaradağda çox böyük daşlar ki, uca da ola, oradan düşsən qol qıtsınar, ya adamın tikə parçası da tapılmaz, ona da qəyə deyərik, bəndi deyərik, bu iki dənə deyərik. Bəndi eyni halda, bilirsiniz, suyun qabağına da tikilən şeyə farsça sədd deyirlər, bizdə də sədd sözü vardı, amma bənd sözü bizdə çox işlənir. Ərz eləyim xidmətinizə, o da bəndi də odur, yolu da bəndi gətirir, bağlır. Bu da bilmirəm türkcədir ya farscadır, hər halda onu mən bilmirəm. Bəli, bilirəm ki, bizim dilimizdə Qəradağda 50 il bundan qabaq bəndi deyirdilər. İndi axma qəyə yəni yekə daş, çox böyük daşlar. Daşlar ki, dığırlana bilər, gələ bilər əşaya. İndi biz deyirik axma qəyə, yəni daşlar axmayın. Ya bir yerdir ki, oranın daşları axmır, axma, yəni əmr haləti var, ya da ki, axma, yəni farsıya çevirsək qəltan, faili olar, yəni bir dana bir hərəkət halında, axma qəyə, daşı ki, fırlanma halındadır, axma halındadır, ağnama halındadır deyək, bu cürsü deyək. Bir yolda budur, biz normalda mən özüm uşaq idim, bu işi görmüşəm, bilmirəm, sizlər də görmüşsünüz, çox qorxmalı, çox, sonra da hövüşniyə düşmüşəm, yəni ürəyim, Allah gedib daşı. Məsələn, biz çıxardıq dağa, Qəradağda, uşaq, əlbəttə böyüklərdən biz bunu öyrəşmişik da, yəni böyük adamlar da fikirləşmirdilər. Daşda gördün ki, oturub bir dana 100 kiloluq, 200 kiloluq daşı zorla itəlir ki, bu dığırlansın, dağdan gəlsin, getsin dəriyə məsələn. Nə olacaq bilmirəm, nə kef elirdik biz bundan, mən bilmirəm. Amma bunu elirdik. Daşı dığırladırdıq. Birdən mən özüm yadıma gəlir, bir dəfə daş dığırladırdım, yadıma düşdü, aşağıda adam olsa, bu getsə, dəysə ona, onu əzər elər topraq. İndi bu daş ki dığırlanır, bu daşın dığırlanına da deyə bilirik axma qəyə, yəni bir dana daş ki dığırlanır, axır. Diqqət buyurursunuz. İndi farslar bunu bizə deyirlər axmaqiyyə. Diqqət buyurursunuz. Axma qəyəni elirlər axmaqiyyə. Bizi təhqir üçün. Farsı türkünü bilmir, bizi təhqir edir. Biz də mütəəssifanə düşürük torlarına, adlarımızdan, dilimizdən, dilimizi bilmədiyimiz üçün difa eləmirik. Hər halda, mən bunu harada, axtarmaq sözündən gətirdik ki, axtarmaq da yəni həman olur, türk dilinə axtarmışdı, yəni onu axıtmışdı, gətirmişdi türk dilinə. Yəni çevirmişdi onu türk dilinə. Nəcib Asim bəyin bu kitabı hər tərəfdə türkçülüyə doğru rəğbət və təmayüllər oyandırdı. Nəcib Asim bəyin bu yazdığı kitab ki, o onun kitabına əlavə elərək bəzi şeyləri əkləyərək bir kitab yazmışdı. Bu kitab deyir ki, hər tərəfdə, yəni hər yerdə Türk dünyasının alimlərinin, düşüncülərinin arasında türkçülüyə doğru yəni hərəkət, dərrastayı farsça. Doğru, yəni türkçülüyün yolunda rəğbət, əlaqə, sevgi və təmayül, mail olmaq, əlaqəmənd olmaq oyandırdı. Rəğbət və təmayüllər, yəni çoxlu təmayül, çoxlu əlaqə, meyli göstərdi. Təmayül, meyl kəlməsindən də, meyl də ərəbcədə, əgər istibah eləmirsəm, oyandırdı. Bəlkə də ərəbcə deyil, amma hər halda mən belə düşünürəm. Lüğətçi deyirəm. Onun üçün bunları məndən lüğətçi olaraq qəbul eləməyin. Bunlarda şək eləyin. Mənim dediklərimin hamısında şək eləyin lütfən. Çünki biz şək ilə və
sual cavabla və axtarmaqla İnsafəli bu sözü dedi. Düzdür, qələtdir. Ola bilər qələt olsun. Ola bilər yarısı qələt olsun. Ola bilər hamısı qələt olsun. Bizim müqəddəs bir şeyimiz dilimizdir. Vətənimizdir, millətimizdir. Ondan sonra bizə müqəddəs heç zat yoxdur. Heç zat bizə müqəddəs deyil. Heç zat. Quran belə bizə o qədər müqəddəs deyil. Quran müqəddəs bir kitabdır. Hamıya. Amma bizə özəl deyil yəni. Dünyalarda insanlara müqəddəs kitablar vardır. Bizim də dili müqəddəs kitab ola bilər bizim üçün. Bizim türklərin hamısı da müsəlman deyil. Onun üçün deyə bilmirik, türklərin hamısının Quran müqəddəs kitabıdır. Bir iddəsi Məsihidir, bir iddəsi Yahudidir, bir iddəsi ayrı dinlərdədir, bir iddəsi əsən dinsizdir. Onun üçün türkçülüyə rəbti yoxdur müsəlmançılığı. Bunu istəyirəm deyəm. Əhməd Cövdət bəy birinci alim ki, kitablar yazdı. İqdam qazetəsini türkçülüyün bir orqanı halına gətirdi. Deyir ki, o zaman bir dana qazet çıxır, dərgi çıxır, indi həftədə neçə dənə ya ayda neçə dənə çıxır. Adı İqdamdır. İqdam ərəbicə sözdür. Yəni, qədəm sözündəndir. Yəni, İqdam yəni yermək, getmək, hərəkət eləmək, bir işi görmək. Biz farsçada iqdamı bir işi yerinə gətirmək, bir işi yapmaq türkcə. Ona deyirik iqdam, farsçası. Amma ərəbcədə iqdam qədəm sözündəndir. Ola bilər ki, gedibdi baba olub iqdam, məsələn, iqdam da məsələn hərəkət eləmək, bir iş görmək, hər nə mənə olursa, o mənada. Amma burada bir qazet adıdır. Deyir ki, bu Əhməd Cövdət bəy, həman o adam ki, birinci kitabı yazdı. Deyir, o, bu qazeti türkcə yazılırdı, türkçülüyün bir orqanı halına gətirir. Orqan nə demək? Orqan, diqqət buyurun, bu günləri İngilisi sözdür ya latincə sözdür. İnsanın ya heyvanın, diri bir mövcudun canında olan tikələrə deyilir. Göz bir orqandır, burun bir orqandır, ağız bir orqandır, medə, qəlb, bar, hər yer bir, hərəsi bir orqandır. Və hərəsi bir iş görür, vəzifə görür. Çoxlu işlər görə bilir, biri də budur. Türkçülük o zaman, çünki türkçülük orada taza başlanır. Bizim Azərbaycan Cumhuriyyətində ya Güney Azərbaycanda da taza indi başlanır biz türkçülük. Xoşbəxtliklə bugün bir video gördüm, məni çox sevindirdi və bunu təbrik deməliyəm sizə də. Birinci dəfə mən gördüm ki, Türkiyənin midyasında və böyük liderləri arasında Difa Nazirliyi, Savaş Nazirliyi bu günləri dedi ki, Azərbaycanlılar Azəri deyirlər, Azərbaycan türkü ya türkdülər. Birinci dəfə bu bizim neçə illər bizim dostlarımızın çalışmasının ətkisində, əsər deməyək, ətkisində neçə ildən sonra Türkiyədə bu yavaş-yavaş qəbul oldu və siyasət də bunu qəbul elədi. Ki, biz bunu Azəri nə deməkdir? Bunlar Azəri deyirlər. Bunlar Azərbaycan türkü, türk qurtuldu getdi. Azəri türkü, Azəricə yoxdur. Azərbaycanca, Azərbaycan türkü, Azərbaycanlı və türk qurtuldu. Bunlar fərqli bir şeydir və bu günləri bunu xoşbəxtliklə eşitdim və çox sevindim. Hər halda bunu deyir ki, orqan indi o zaman ki bir qazet var. Bu qazet bir cəmiyyətin, bir ideolojinin, bir iddə insanların fikrin yaymağa çalışır camiədə, toplumda, toplum camiə. Onu, buna deyirlər, onun orqanıdır, onun bir hissəsidir, onun o hərəkətin bir canının bir parçasıdır. Bu o halətdə. Amma orqan özü bilirsiniz, bu siyasətdə işlənəndə, yəni onların əsli millətlə olan, irtibatda olan bir hissəsidir ki, mətbuatıdır da, yəni. Türkçülüyün bir orqanı halına gətirdi. Əmrullah Əfəndi, bu da bir ayrısı türkçü. Diqqət buyurun, neynədilər? Girdilər mətbuata, məsələn, bir dana mətbuat orada vardı, onun sərdəbirliğini alır öhdəsinə, onu türkçülüyə ixtisas verir.
türkçülük fikrin o dərnəkdə, o qazetdə, ruznamədə ya məcəllədə yayır və onu adamlara yetirir. Diqqət buyurursunuz. İndi məsələn fərz edin ki, Azərbaycanlılar bu günləri biri də mətbuata Tehranda girərlər, orada burada girərlər. Türkçülüğü, Azərbaycancılığı orada yazalar. Buna cəsarət eləyərlər. Əvvəl birinci cəsarət lazımdır bura. Bu cəsarət üçün əvvəl düşüncə lazımdır. Əvvəl özü gərək düşünə ki, türkçülük nədir? Türkçülük mənim üçün müqəddəsdir, Qurandan müqəddəsdir. Vətən mənim üçün Qurandan müqəddəsdir. Millət mənim üçün Qurandan müqəddəsdir. Mənim millətim ola bilər türk olsun, ola bilər, bağışlayın, ola bilər müsəlman olsun, ola bilər erməni olsun, ola bilər yəhudi olsun, ola bilər məsihi olsun, ola bilər zərdüştü olsun, ola bilər buğdayı olsun, ola bilər konfüsiyü. Hər nə olur olsun. Dinsiz olsun əslən. O mənim millətimdir. Əgər bu eşq bu millətə olursa və onu yayırsa, o onun orqanı olar. Amma yaymırsa, ruznamə var Təbrizdə çıxır, Azərbaycanda çıxır, amma Azərbaycancı deyil, İrancıdır. Mən bunları xəyanətə müttəhəm eləmirəm, amma bilirəm xəyanətə yol açırlar. Bilərlər, bilməyərlər. Əlbəttə bilirəm ki, Təbrizdə mən olarkən hətta bunları Təbrizdə çalışan ruznameniqarlar, yəni qazetəçilər bunları müttəhəm edirdilər. Adlarını çəkmir. Məsələn, müxtəlif orada gündəlik çıxır. İllərdir. Bəzisinin az qala 100 il ömrü ola. Bunlar müttəhəmdirlər ki, dövlət tərəfindən ya dövlətə işləməyə hərəkətdə fəqət pul üçün işləyirlər. Yəni, heç bir idealları Azərbaycan üçün yoxdur. Yəni, əgər türkcə yazırlar, bunu yazmırlar ki, biz türküyük və türkçüyük və vətənimiz türkdür, millətimiz türkdür. Bunu yazırlar ki, sadəcə türkçülər, onlar ki, türk dilinə əlaqələr var, o məcəlləni alsınlar, onlara pul çox keçsin. Hədəf odur. Onun üçün aşağı bir mətləblər çap edirlər. Məsələn, bir türk dilində bir elmi mətləblər çap edirlər. Elə bir şey yoxdur. Şeirdən, qıssa nağıllardan, aşağı səthdə nağıllardan, filanlardan. Əmrullah Əfəndi, Vələd Çələbi və Nəcib Asim bəy bu türkçülüyün ilk müzahidləri idi. İkinci dövrün, türkçülüyün ikinci dövründə Əmrullah, bəs Əhməd bəy, Əhməd Cövdət bəy, ya Cevdət bəy, türkcə İstanbulda belə deyirlər, Əhməd Cevdət, bizlər Cövdət deyirik. Əmrullah Əfəndi, Vələd Çələbi, Nəcib Asim bəy, bu 3-4 nəfər türkçülüyün ikinci mərhələnin ilk, yəni baş, əvvəl, ilk mücahidləridirlər. Mücahid kəlməsinə diqqət buyurun. Mücahid kəlməsi ərəbcədəndir. Ərəbcədə cəhd sözündən gəlir. Cəhd, yəni çalışmaq. İndi biz bunu çalışsaq, deyək ki, türkçülüyün ilk çalışanlarındandırlar. Fəqət, İqdam qəzetəsi ətrafında toplanan bu türkçülərdən özəlliklə Fuad Raif bəyin türkcəyi sadələşdirmək konusunda yanlış bir teori izləməsi türkçülük axımının dəyər itirməsinə nədən oldu. Diqqət buyurun, bəzi bizim dostlarımızda da bu, indi üçün bizdə başlanır, hər kəsən öz fikrinə mi türkçülüyə, Azərbaycanda, Güney Azərbaycan, türkçülüyün sabiqəsini bilmədən, qabaqca bu türkçülük nə keçirdi başından, hangi təcrübə. Baxın, türkçülük, hər fikir bir azmun-i xəta, farsca, azmun-i xətadan geçir. Yəni, biz bunu dərs oxuyub danışqaqda öyrəşmirik ki, ustadlardan, profesorlardan gedib Türkiyədə oturub danışqaqda türkçülük oxumuruq. Biz Güney Azərbaycanda özümüz eşqimizlə millətçiləşirik, bir zamanacan biz türkçülüyü çox ciddi tutmuruq, bir zaman sonra ayılırıq, millətçiləşirik, buna baş tapırıq ki, biz türkük. Bizim vətənimiz Azərbaycan və işğaldadır. Ondan sonra bizim türkçülük bunu özümüz inkişaf edirik. Gedib oxuyub öyrəşmirik ki, qabaq 100 ildə 100 dana alim əgər türk dilində olubsa, bunlar türkçülər 100 dana fəlsəfədən geçiblər, 100 dana təcrübə eləyiblər, iştibahlar olubdur, iştibahları təsih eləyiblər, gəliblər son verjina. Fikri buyurun ki, məsələn, əvvəl maşını nə şəkildə düzəldiblər, yavaş-yavaş gəlib olub bu maşın ki, bu gün vardı. Bunlar bir gündə bu maşını düzəltməyiblər.
təcrübə ilə hey görüblər filan şeyi xarab olur, onu dəyişiblər. İndi biz burada məsələn tormozları belə olsun, filan olsun, fərmanı belə olsun. Yavaş-yavaş bunlar hamısı gəlib olubdu bugünkü maşın. Türkçülük də belədir. Türkçülük də bir tarixdən keçir. Biz o tarixi kitabları oxusaq, türkçülük iştibahlarını da tanıyarıq, doğrularını da tanıyarıq. Yəni səhvlərin və doğrularını tanıdıqca doğruları gedərik qabağa. İndi əlimizdən gəlirsə onu gücləndiririk. Taza bir şeylər əlavə edərik. İndi deyir ki, onun üçün biz gəlirik, görürük Güney Azərbaycanda bu günləri hərə bir rəsmül xətt yazır, hərə bir şey deyir, hərə bir türkçülüyü bir cür tərif edir, siyasəti bir cür tərif edir, mənafe-i millini, hizbi, təşkilatı, filanı, bəhmanı. Niyə? Çünki heç kəs türkçülüyün 150 il, 200 il sabiqəsi var. Onları oxuyum, gəlim, görüm ki, bu nə cür gəlib bura, hangi səhvləri eləyiblər, o səhvləri biz eləməyək. Yox, biz dubarədən getmişik çərxi ixtira eləməyə. Türk çərxlığın ixtira eləməyə. O halda ki, mötəqidik, maşını biz tazaşdan ixtira eləməyək, gedək bu cürdən nə cürdür, bunu örgəşək, bu gündən başlayaq, düzəldək, bu gündən başlayaq, bu maşından işləyək, amma deyirik, yox, türkçülüğü özümüz gedəcəyik, oxumayacaq, gedəcəyik, örgəşəcəyik. Tamam, onda nə olur? Bu dostumuz elədiyi iştəhvləri biz deyirik. Bu dostumuz kim idi, nə elədi? Fəqət İqdam qəzetəsi ətrafında toplanan bu türkçülərdən özəlliklə Fuad Raif. Fuad Raif adında və buna tay birlikdə insanlar var. Amma özəlliklə bu, yəni xüsusən bu adam o hərəkətin başındadır. O hərəkət nədir? Pəs qazetin ətrafında toplanan türkçülərdən özəlliklə Fuad Raif bəyin türkcəyi sadələşdirmə konusunda onlar deyirlər, biz türkü sadə yazacağıq. Sadələşdirəcəyik. Türkü oradan ki, mümkündür, sadə eləyəcəyik. Deyir ki, amma bu fikirdə yanlış bir teori izləməsi, yanlış bir teori, söz düz idi, türkçəni sadə yazaq, millətimiz rahat düşünsün. Biz farsça yazılır, baş tapır, ərəbcə yazılır, baş tapır, türkçəni yazaq, öz dilində yazaq, millətin kütəbazar dilində, elmi dilində yazaq, örgədək, bunlar örgəşsinlər və geçsinlər qabağa. Deyir ki, bir amma teorisi var idi. Bu teorisi yanlış idi. İzləmə, yəni o teorini görmək, o teorini göz önündə tutmaq, onun əsasında hərəkət eləmək. İzləmək normalda gözlə baxmaqdır. Mən indi məsələn deyək bir dana bir hərəkəti camiədə izlirəm. Diqqət buyurun, kitabı izləmirik. Bir dana hərəkət camiədə var. Məsələn, İranda islahat, rəygiri, qanun əsasının təğyiratı, qüvvə-i qəzaiyənin başına gəlib gedənləri, rəis cumhurları. Bu bir sistemi izlirik. Teori də bir sistemdir. Bir şeyi tozih verəcək bizə, izah eləyəcəkdir. Onu izlir, baxır ki, bu nədir? O teori düz də olsa, onu yanlış izlirdi. Türkçülüyün axımının dəyər itirməsinə nədən oldu? İndi o teoriyi yanlış baxmaq o teoriyə, indi tozih verəcək nədir? Türkçülüyün axımının, axım dedik nədir? Axmaq, hərəkət eləmək, bir kanalda getmək. Teoride bir kanaldır, onun içində gedir. Axımının dəyər itirməsinə, ya türkçülük o cür ki gedirdi qabağa, bir yanlış baxım, tərif o teoridən bais oldu ki, bunun dəyəri, ərzişi, qiymətini itirməsinə, itirmə ki bilirsiniz, yəni az dəst dadən farsça, yəni itirdi, əldən verdi. Qiymətini əldən verdi. Nədən oldu? Səbəb. Nədən? Türkcədir. Səbəbin, dəlilin yerinədir. Pəs, bir dana teoridən, ola bilər düz olsun ya qələt olsun, o teorini yanlış onu izləməklə, onu yanlış icra eləməklə, onu yanlış tanıtdırmaqla bais oldu ki, türkçülüyün insanların içində əhəmiyyət aradan getdi. Nədən oldu? Yəni, səbəb oldu ki, o dəyərin itirsin. Türkçülük dəyərini itirdi. Yəni, bir qələt təfsir verdi, bilmirik doğru ya əyri. Yəni, bu adam mümkündür, bir məmur olaydı bir tərəfdən. Girəydi bu hərəkətin içinə, bir dana yanlış tərif verməklə, bais olaydı ki, o birisi türkçülər oradan sərin əl çəkiydilər, uzaqlaşıydilər. İndi ki, belə, bizim məsələn, mən görürəm, mütəəssifانə bizim dostlarımızın qəlbi çox sınığan olubdur. Elə birinə deyəndə ki, qaşın gözünün üstünə kösür. Mütəəssifانə mən bir neçə dostu internetdə tanıram ki, mətləb yazırdılar.
Qıssa da yazsalar, mətləb yazırdılar, gözəl yazırdılar, hüquqçudular, filandılar. Amma görürəm küstürüblər millət onları. Niyə? Məsələn, bunlara bir söz deyəndə mütəəssif, yəni hətta birdən bir adamdır, bəlkə doğrudan da türkçüdür, amma yanlış fikri var. Yanlış gedir bir xanıma tohin edir. Nə var? Mənim sözümə baxmayıbdır, mənim kimi düşünməyibdir, rəy veribdir. Tohin edir. Bir iddə insanlar türkçülükdən qaçır. Deyir ki, əgər bu adam türkçüdür, mən türk istəmirəm olam. Türkçülük bir himaqətdir, bir tohin məktəbidir. Bir təhqir məktəbidir. Farslar bundan az mənə təhqir edir, ya təhqir eləmir. Bu adam müstəqimə mənə söyüş verir. Diqqət buyurursunuz. İndi bu o sözü deyir. Deyir, özdə bu adam söyüş vermir daha. Baxın, diqqət buyurun. Bizim bəzi adamlar var, türkçülük adına, Azərbaycançılıq adına söyüş verirlər xanımlara, ağalara. Nəqd adına söyüş verir. Deyir, sən adam deyilsən. Sən fahişəsən. Sən furon, yəni sözlər deyirlər ki, adamın mənim başımda tük yox idi, onların öhdəsində. Amma adamın başının tükü dökülür. Adamın ağzından dişləri tökülür. Ki, olan belə də söz deyirlər adama. Sən nə cür bir millətçisən? Ağa, millətin, diqqət buyurur, millətin düşünürü ilə, düşüncəlisi ilə geçinmağın bir ərzişi yoxdur ki, ondan geçinmək hamı geçinə bilər. Mühüm odur ki, millətin yat aşağı səthdə səviyyəsi ilə Azərbaycanla və türklüklə düşmən olanın da sevəsən. Ona eşq alasan ki, bu bilmir, mən buna ayırtmağa çalışacağam. Yoxsa aylıq adamı sənə ehtiyacı yoxdur, söylürsən. İndi məsələn, mən türkçü deyirəm, türkçüyəm, həm də ayığam. Məni sənə ayıtdığın da nə faydası var, ayıtmadığın da nə faydası var. Mən özüm ayığam da. Mühüm budur ki, o adam ki, bu günləri İrancıdır, panfarsistdir, sən ona ayırda biləsən. Yoxsa bir dana xanım şeir oxuyur, sən gələsən ona deyirsən ki, hə, sən bir dana farsı şeir oxudun, fahişə oldun. Bu yanlış təsviyyəcilik, ari türkçəcilik fikridir. O yanlış nə idi? Deyirdi, farslar bu iştibahi elədikləri üçün, baxın, diqqət buyurun, dəqiqən farslar. Bu yanlış, yəni bizim bu Fuad Raif adlı dostumuzun o teoridən ki, teori nədir? Türk dilini sadə yazaq. Xalqın dilinə yaxın yazaq, xalq bunu rahat düşünsün. Bizim yazılarımızı rahat düşünsün. Bizim düşüncələrimizi baş tapsın. Diqqət buyurun. Deyir ki, o yanlış nə idi? Yanlış bu idi. Bu yanlış təsviyyəcilik fikridir. Nə idi? Deyirdi ki, Türk dilin arıyaq. Arımaq nə deməkdir? Ari kimi yazılır, arı. Arı oxunur. Arımaq. Arımaq, yəni təmizləmək. Düyünü biz daşdan, qədim bilmirəm, nənələrimiz indi bu işi görür ya yox. Əlbəttə, hətmən bu işi görür. Düyünü biz ararıq, arırıq. Yəni, axtarıq ki, içində daş yoxdur. O daşları düyüdən arırıq. Arımaq belə demək. Yəni, bir şeylər ki, biz istəmirik, məsələn, düyünün içində daş, fəzlə, sıçan şeydir. Biz bunları buradan götürürük, qoyuruq kənara. Buna arımaq deyirik. Arımaq yəni təmizləmək. İndi filteri arırıq. Aşqal gedib filterin gözünü tutubdur, su gəlmir, yağ gəlmir. Bunu buradan arırıq, yəni təmizləyirik. İndi dili nədir təmizləyirik? Bu yanlış təsviyyəçilik. Ərəbcə sözdür təsviyyə, cilik türkcə. Təsviyyəcilik yəni türk dilindən farsı, ərəbi, ingilisi, rus, alman, fəransə, hangi dildən bir söz gəlib bunları çıxadıb atmaq. Yanlışlıq deyir buradaydı. Bu bahis oldu ki, nə olsun? İnsanların bir çoxu türkçülükdən uzaqlaşsınlar. İndi bizim bir insanlarımız var. Diqqət buyurun, Təbrizdə, Ərdəbildə, Zəncanda, Tehranda, Qəzvində, Həmədanda, Türkiyədə, Güney Azərbaycanlılar. Bunlar kəlmələri özləri çalışırlar. Hər bir kəlməyə türkü tapalar. Bu çox gözəldir. Amma əcəba bu adamlar gedib tarixdə türkçü yazılan kitabları oxurlar, tapırlar. Türkiyədə, Azərbaycanda, Türkmənistanda, Qəzaqistanda, Üzbəkistanda, fulanda türkçü yazılan, dünyada, Amerikada, Avropada türkçü yazılan kitabları oxurlar. Onların üzü ilə hər kəlmənin müadilini tapırlar. Yoxsa özləri otururlar, medə gücünə tapırlar. Mənim kimi adamlar medə gücünə tapırlar. Biz bula təxəssüslə olanlarımız var. Onlara girək, başlayaq. Arı türkcəlcilik dilimizdən ərəb, əcəm kökənlərindən gəlmiş bütün kəlmələri çıxararaq
bunların yerinə türk kökənindən doğmuş əski kəlmələri və ya türkcə köklərdən yeni əklərlə yapılacaq yeni türk kəlmələri yerləşdirmək deməkdir. İndi tərif edir ki, arıcılıq nə demək? Təsviyəcilik nə demək? Təsviyə ərəbcədir, arı onun türkçəsidir. Arıcılıq. Arı türkcəcilik. Türkcə xalis türk, beləsi deyək. Xalis türk. Ya türkcəni, burada özü deyir ki, nə cür, təsviyəcilik yəni nə mənə tərif edir. Deyir ki, arı türkcəlik, yəni təsviyə olmuş türkcəlik, yəni bu cür bir türkcənin tərəfdarı olmaq. Bu teorinin tərəfdarı ki, türk dilimizi gərək biganə, özgə sözlərdən arıdaq. Bunun tərif edir. Dilimizdən, yəni türk dilimizdən ərəb sözlərin, əcəm, yəni fars sözlərin köklərindən gəlmiş, ərəblərdən ya farslardan, köklərindən, onların dilindən bəzi kəlmələr gəlib bizə. Kökləri, kəlmələr ki, dilimizdə işlədirik sözlər, onların kökü onlardan gəlmiş olur. Bütün kəlmələri çıxaraq, tamam o kəlmələri ki, bizim ağzımızda, o sözləri ki, biz türkcə danışırıq, amma ərəbcədən ya farscadan gəlmişlər, biz indi işlədirik kökləri, amma ərəbcədən gəlmiş ya farscadan gəlmiş. Bəlkə bilirik ki, farscadır, bəlkə bilmirik. Bəlkə bilirik ərəbcədir, bəlkə bilmirik. Onun üçün deyir kökü. Köklərindən, kök də yəni əsli, rişəsi, zoğu. Köklərindən gəlmiş bütün kəlmələri çıxararaq, yəni deyir ki, onların hamısını çıxadaq da, dilimizdən çıxadaq. Bunların yerinə türk kökündən doğmuş əsli kəlmələri. Bu fars və ərəb sözlərinin yerinə türk kökündən, yəni türk dilində doğmuş, türk sözlərindən doğmuş, yəni bir dənə əsl, məsələn, ərəbcə deyilir məsdər, farsda da deyirlər məsdər. Məsdər kökdür, ondan qanadlar ayrılır da. Deyir ki, o cür sözlər doğmuş əski kəlmələri, qədimi deyir kəlmələri, o kökdən ki, doğubdur, balalayıbdır, müxtəlif qollar var, deyir, onları və ya türkcə köklərdən yeni əklərlə. Ya da deyir ki, yəni deyir, əskiləri tapaq, o türkcənin, ya da ki, indi bir türkümüz var, bir kəlmə, ona türk, ya bir kəlmə var, ona türk əklər əlavə eləyək, pəsvənd. Pəsvəndilər, əklər yapılacaq yeni türk kəlmələr yerləşdirmək deməkdir. Yəni ki, onları bir əklər gətirək kəlmələrə ki, onu türkləndirək. Məsələn, təsviyəcilik. Baxın, diqqət buyurun, bu onlardan biridir. Təsviyə ərəbcədir. Cilik əkdir, ona əlavə edirik. O olur, türkləşir. Türkləşir. Dürüşcəçilik. Məsələn, dürüşcəçi. Dürüşkə mümkündür ki, ayrı bir dildən gəlmiş ola. Ona bir çi qoyanda telefon çi. Telefon bir xarici sözdür. Çi ona gələndə də olur telefon çi. Məsələn, tüfəkçi. Hər nə desəz, yəni bunlar eləyə bilirik axirinə bir ək əlavə eləyək, türkcə bir söz əlavə eləyək, onu bir mürəkkəb kəlməyə çevirək və beləliklə nə olsun, biz eləyə bilirik yeni türk kəlmələri yerləşdirmək deməkdir. O, fars və ərəb dilindən gəlmiş kəlmələrin yerinə yerləşdirməkdir. Yerləşdirmək də yəni itələyib soxmaqdır da onun yerinə. Bu teorinin uygulamasını göstərmək üçün yayınlanan bəzi məqalələr və məktublar zevq sahibi olan oxuyucuları diskindirməyə başladı. Deyir, bu teorinin sahibi, yəni o nə mənə əfəndi dedi ha, Raif əfəndi. O cür bir insanlar ki, o məcəllədə iştirdilər, İqdam məcəlləsində iştirdilər. Deyir, o adamlar bu teorinin uygulaması yəni işlətməsi, fikirdən əmələ gətirməsi, tətbiq verməsi, çox beləsidir. Yəni, dedim da, fikirdən əmələ gətirməsi, tətbiq verməsi, uygulamaq. Göstərmək də bizim dilimizdə göstərmək. Biz Azərbaycanda bunu göstərmək deyirik. Göstərmək biraz ədəbi dildədir hər halda.
Yəni göstərmək də nişandadən farsça. Üçün yayınlanan bəzi məqalələr, o teorini göstərmək üçün bəzi məqalələr ki, İqdam məcəlləsində yayılırdı və məktublar, namələr ki, yayılırdı, yazılırdı o üzbüzə. Zevq sahibi olur məsələn yazarlar, şairlər. Diqqət buyurun. Bunlar zevq sahibidirlər. Çünki bunlar sözlə iş görürlər. İşləri sözləri. Bunlar sözləri eşitməkdə və deməkdə ləzzət aparırlar. Zevq nə deyirlər? Bu dadmaq gücü. Dildə bir zevqdir. Yəni siz vaxtı məsələn birdən başlayırsan, axmaq nə deməkdir, axmaqəyə nədir? Bundan bir zevq alırsınız, bundan bir ləzzət alırsınız. Deyir ki, zevq sahibi olan oxuyucular, o məqalələri, o ruznamə, əqdamı oxuyanlar, iqdamı oxuyanlar diskindirməyə, onları diskindirdi. Diskindirmək də bilirsiniz də, yəni nə oldu? Niyə belə oldu? Birdən-birə nə oldu? Yəni adamlar birdən baxırlar, o belə niyə olur? Niyə dilimiz belə oldu? Nəcür oldu? Məsələn deyək, eşqin yerinə sevgini qoydu birdən-birə bu adam. Təsviyyəcilikin yerinə arıcılıq qoydu məsələn. Adam birdən-birə burada arıcılığa qulağa adət eləməyib, təsviyyəciliyə adət eləyibdir, ərəbiyə. Məsələn, sevgiyə adət eləməyibdir, eşqə adət eləyibdir. Birdən buna sevginin də adamın qulağına əcib gəlir. İndi diqqət buyurun, buna bir misal bıraq. Biz hesabı farsça öyrəşmişik mədrəsədə. İndi istəyirsən deyəsən ki, bir dənə biri 2-ni oxu, hamı deyir 1, 2, 10. Birindən 2-ni cəm elir, əlavə elir. Tamam, minhə elir. Amma indi sən zərbidər deyəsən, 2 2-ni 4 elər. İndi sən buna deyirsən ki, 5 dənə 5-in özü gərək bunu zehnində tərcümə eləyə. 5 da, 25 da, onu hifz eləyibdir. İndi bu bizdə bir düşüncə yaradıbdır. Bizə deyəndə ki, 5-5-in 25 biraz buna düşünürük. Nəcür oldu? Niyə belə oldu? Bu bir diskinməkdir əslində. Fikir diskinməsi. Yoxsa məsələn bir nəfər daldan tüfəngi atmır, biz birdən məsələn qalxaq diskinək. Belə olmuruq, yox. Xalq dilinə yerləşmiş olan ərəbcə və farsça kəlmələri türkcədən çıxarmaq bu dili ən canlı kəlmələrdən, yəni din, dini, əxlaqi, fəlsəfi qavramlardan yoxsun qılacaqdır. Diqqət buyurun. Deyir ki, Osmanlı dövründə türk dili ki var idi. Əgər gəlsək biz oradan xalq dilinə yerləşmiş, millətin, Osmanlı dövlətin içində olanlar yox, ustad, danışqahlar falan yox. Millətin dilində xalq dilinə yerləşmiş olan ərəbcə və farsça kəlmələri türkcədən çıxarsaq və onların yerinə qədim türkcəni ki, indi bilmirik, axtarırıq, tapırıq. Ya taza bir əklərlə, taza bir əlavə eləməklə o taza farsçıya ya ərəbçiyə bir kəlmələr düzəldək. Bu nə olur deyir ki, türkcədən çıxarmaq, onları çıxarsaq, bu dili ən canlı kəlmələrdən, yəni ən ki dedik bişdir, yəni farsçası biş. Ən canlı, yəni çox canlı kəlmələrdən, yəni hangi kəlmələrdən? Dində olan kəlmələr ərəbcədir. Əxlaqda olan kəlmələr ərəbcədir. Fəlsəfədə olan kəlmələr əxlaqcədir. Bunların içində bəlkə bir farsça da vardı azdan çoxdan. Qavramlardan, yəni qavram da kəlmədə deyir, o məfhumdur ki, o məfhum haqqında kəlmələrlə danışırıq. O düşüncədir ki, bizim zehnimizdə var, onu kəlmələrlə danışırıq. Deyir ki, o qavramlardan yoxsun qılacaqdır. O qavram oldu, pəs məfhumlar, düşüncələr, fikirlər. Yoxsun, yəni fəqir. Kəlmə fəqirin yerinə işlədir, yoxsun. Diqqət buyurun. Yoxsul fəqir. Dilənçi yox ha. Dilənçi əlini açır, dili ilə yalvarır. Dilənçi dili ilə yalvarır, mənə pul verin. O dilənçidir. Fəqir yoxsuldur. Yoxsul, yəni bir şey yoxdur. Məsələn, pulu yoxdur. Amma hər şeyi var. Salimdir məsələn. İşləməyə gücü var. Amma işi yoxdur. Yoxsuldur. Yoxsul kəlməsindən gələndir. Yoxsun qılacaqdır. Yəni, fəqir qılacaqdır. Qılmaq nədir? Yəni, eləyəcəkdir.
Bu da yapmağın bir ayrısıdır. Biz namazı qılarıq. Baxın, bu kəlmə burada işlənir. Namazda çox işlənir. Namazı qılarıq, yoxsa namazı yapmarıq. Namazı işləmərıq. Özümüzə iş bilmirik. Qılmaq bir növ qılmaqla yapmağın mənasını bu namazda gördünüz. Namazı gönüllü gedirik, işi məcbur işləyək. Çünki işləməsək ac qallıq. Bunun üçün bir işi görmək bir məcburiyyətlədir. Ürəklə olanda, sevgi ilə olanda, biz sevəndə məcbur deyilik birini sevək. Onun üçün eşq bizim içimizdən qaynır. Sevgi bizim içimizdən qaynır gəlir. Amma qılmaq o cürdür. Namazı gərək qılasız. Yəni, içinizdən qaynaya gələ. Qaynaya gələ. İşi yapmaq ya işləmək, bu bir işdir, bir zorunluqdur, bir məcburiyyətdir, bir üzə qalmaqdır. Amma Allahla öz aramızda, məsələn, biz məcburiyyətimiz ya üzə qalmağımız yoxdur. Allahın bizim namaz qılmağımıza da ehtiyacı yoxdur. Pəs, yoxsun qılacaq idi. Yəni, bunları o kəlmələrin içindən çıxarsaq, biz dinin çox yerlərini baş taparıq. Yoxsun olar. Zəiflər, əxlağı, fəlsəfəni, bu cür bir şeyləri. Türkcə köklərdən yeni yapılan kəlmələr qramer əsaslarını alt-üst edəcəyindən başqa xalq üçün yabancı kəlmələrdən daha yabancı, daha bilinməz idi. Diqqət buyurun, deyir ki, taza bu türkcə köklərdən, qədim əski köklərdən sözləri tapdıq, gətirdik, ya taza sözlərin üstünə bir türkcə əşlər əlavə elədik və başladıq danışmağa, yazmağa. Deyir, nə oldu? Türkcə köklərdən yeni yapılan kəlmələr, kökü türkcə, amma onlardan taza bir formatda işlətdiyimiz türkcələr, sərf eləyək, müxtəlif bablara aparaq, qramer əsaslarını alt-üst edəcəkdir. Qramer, dil qanunun alt-üst edəcəkdir. Yəni, o kəlmələr taza gəlir, türk dilindəki qrameri ki, adət eləmişik, millət danışır, onları dəyişdirir, alt-üst edəcəkdir. Yəni, dəyişdirəcəkdir. Alt-üst dəyişdirmağın bir şeyidir, ya tərs eləmağın bir ayrı mənası, tərs də ola bilər. Alt-üst edəcəyindən başqa, deyir, ondan əlavə, bir dənə, yəni, həm alt-üst edəcəkdir, həm də xalq üçün yabancı kəlmələrdən daha yabancı, daha bilinməz idi. Deyir ki, çün taza bir formudur, millət də buna yadlarından çıxıb bilmirlər, eşitməyiblər, nə olacaqdır? Xalq üçün yabancı kəlmələrdən, biganə, Fransız, Alman, Ərəb, Fars kəlmələrdən, deyir, daha yabancı olacaqdır bu türklər. Çünki bunu məsələn 700 il qabaq, 1000 il qabaq işlədirmişlər bu sözü. İndi işlətmirik. 700 ildə işlətməmişik. İndi axtarırlar onu, tapırlar, gətirirlər onu, sərf edirlər, müxtəlif bablara aparırlar, müxtəlif mənalarda ona qol doğuşdurur. O doğandan sonra o kəlmələri işlədilər. İnsanlar baxırlar, görürlər, mən bunu da bilmirəm, telefonu da bilmirəm. Tamam, mən nə fərq oldu? Mən Fransızdan gələn sözü də bilmirəm, Almandan gələni də bilmirəm, Türkçədən də tapıblar bilmirəm. Deyir ki, türkçü dili yabancılaşdı, özgələşdi. Bu bizim mütəəssifانه ya xoşbəxtانه cürəyə Azərbaycanda da gedən bir işdir. Əlbəttə, bəzi dostlarımız, məsələn, mən bəzi dostlarımızın kitablarını oxumuşam, bəzilərinin içindən az oxumuşam, bəzilərinin içindən çox oxumuşam. Məsələn, bizim bir Mərağəli, əgər səhv eləmişəm, bir dostumuz vardı, Nəhcül Bəlağəni türkçəyə çevirib, Quranı türkçəyə çeviribdi. Görün, nə böyüklükdə, əzəmətdə bir iş görübdü bu adam. Əlbəttə, mən oxumamışam. Kitabı ələ gətirəmirəm, yəni oxuyam. Çox əzəmətli bir iş. Cənab-ı Rəhmanifər, məsələn, Məhəmməd Rəhmanifər bir kitab yazıb. Mən bir kitabını oxumuşam, heç olmasa. Əzəmətli bir, yəni, ədəbiyyat sahəsində Fars dilində də yazılsaydı şahkar idi, Türk dilində də taysız mənim fikrimcə, taysız bir şahkardır. Şah əsər. Şahkar farsçasıdır, şah əsər ərəbcə, türkcə bir şeydir. Tamam. İndi gəldik, xara yetişdik. Bu səbəblə bu hərəkət dilimizi sadəliyə, açıqlığa doğru götürəcək yerdə qarşılığa və qaranlığa doğru götürdü.
götürürdü. Deyir ki, intizar var idi bu sadə yazmaq bizim dilimizi, bu hərəkət, yəni bu səbəblə ki, bunlar əski lüğətləri gətirdilər tazıya, və buna doğuzdururdular, müxtəlif buna bablara apara bilirdilər. Sonra da ya taza kəlmələrə taza əklər əlavə edirdilər, yazırdılar. Dil yabancı görsənirdi, türk dili özgə dili kimi görsənirdi. Deyir, bu səbəblə, bu dəlilə əsasən bu hərəkət, yəni bu hərəkət ki, türkü sadə yazaq o İqdam qəzetəsində dilimizi sadəliyə, açıqlığa doğru götürəcək yerdə, deyir, o yerdə ki, gərək bizim dilimizi sadə və düz tərəfə aparıydı. Neynədir? Qarşılığa və qaranlığa doğru götürürdü. Deyir, onun ziddinə, qarşılıq, zidd, tərsəsinə, qarşılıq, qarşı bu cürdür. Baxın, qarşı durublar bunlar bir-birinə. Üzbəyüz, ziddidirlər, bir-birinin ziddindədirlər. Mən istirdim belə gedən, bu belə getdi. Və qaranlığa, o istirdi doğruluğa tərəf keçsin. Doğru, qaranlığa tərəf getdi. Doğrunu burada günəşlıq, işıqlıq anlamında da işlədə bilər. Deyək ki, o mənada işlədibdir. Qaranlığa doğru getdi, qaranlığa tərəf getdi. Yəni, tərsə an düşünüldü, tərsə nəticə verdi. Bundan başqa, doğal kəlmələri ataraq, onların yerinə yapay kəlmələr qoymağa çalışdığı üçün, gerçək dil yerinə yapay bir türk esperantosu vücuda gətirdi. Diqqət buyurun. O, Raif bəydən danışır indi. Deyir ki, bundan başqa, yəni deyir, bu sözləri dediyimizdən əlavə, doğal kəlmələr təbii, doğal, yəni doğmaq nə demək? Təbii bir işdir də, doğmaq, doğal. Doğal da, yəni təbii kəlmələr, sözlər, kəlmədə sözdür türkcə, doğal kəlmələri ataraq, təbii millətin ağzında olan sözləri ataraq, tərk eləyərək, onların yerinə yapay, məsnui, yapay məsnui, məsnui ərəbcədir, onun türkçəsi yapay. Yapmaqdan, yəni özümüz düzəltdik. Kəlmələr qoymağa çalışdığı üçün, o yapay, məsnui kəlmələri, doğal kəlmələrin yerinə qoyduğu çalışdığı üçün, gerçəkdir, doğru, gerçək təbii, doğru dil yerinə, doğru dilin yerinə yapay bir türkcə, türk esperantosu, yapay, məsnui bir türk esperanto. Esperanto dili ilə ehtimalən bəzilər dostlarımız tanışdılar. İndi çoxdan da bu dil daha üstündə işlənmir. Şah zamanı bu dilin üstündə çox işlənirdi. İranlılar da tanıtdırırdılar mətbuatda. Mən özüm də bir zaman bunu oxudum. Bu dili filsuflar yaradıblar, mütəxəssislər yaradıblar. Məsələn, bir dana savadlı adam bu dili 10 gündə öyrəşər, yazmağın, oxumağın, danışmağın öyrəşər 10 gündə. Bunu elmi kitabları bundan oxuya bilər. Çünki bunu alimlər eyni kompüter kimi düzəldiblər ki, bir dana dəstur verirsən, kompüter öz işini görür. İnteri vurursan, kompüter öz işini görür. Copy-paste nədir elirsən, bir dana bir halətdə onu görürsən, kompüter özü o içəridə işləri görür, o kəlmələri seçir, onları kopya edir, sonra paste edirsən ora, onları seçir, aparır, qoyur ora. Bu kompüterin işidir. Bir dana dil yaraldıblar, adı esperantodur. O da belədir, riyaziyyat kimidir, zərb kimidir. Bir dəfə örgəşdin, qurtuldu, onu hər cürə işlədə bilərsən. Kitabları oxuya bilərsən. Amma bu dil məsnui dil oldu. Yəni insanlar bunu oturdular, yaratdılar, çalışdılar dünyada bunu insanlara tanıtdırırlar. Bir dənə beynəlmiləl dil eləyərlər. İnsanlar qəbul eləmədilər. Bundan belə ki, çox sadə idi, çox rahat idi, amma qəbul eləmədilər. Çünki təbii deyildi, yapay idi, məsnui idi, doğru deyildi. Deyir ki, bu dostlarımız da gəldilər türkcədən bir dənə matematik dil düzəltdilər. Riyazi bir dil düzəltdilər ki, onu dünyada hamil eləyə bilirsən, o adını qoydu, bu adam adını qoydu türk esperantosu. Yəni, türk dilini esperanto şəklinə çıxartdılar. Esperanto dedim, o dildir. Bu, türkcəni də o cür bir hala gətirdilər. Vücuda gətirdilər. Yəni, bir varlığa gətirdilər ki, bu türk dili daha mənim nənəm, babam, cəddim danışdığı dil deyildi. Taza bir dil idi, çox riyazi bir dil, çox bir məntiqi bir dil, deyəlim ki, böyük bir iş görmüşlər əslində. Əslində, çox böyük bir iş görmüşlər. Yəni, diqqət buyurun, bir günlər bizim dilimiz kompüter dili kimi bir şey idi.
Dünyada hamı bunu rahatca örgəşib, rahatca gedə bilərdi. Məsələn, 10 gündə örgəşərdi bunu, 10 gündə kitab yaza bilərdi bundan. 10 gündə bundan suxanranlıq eləyə bilərdi. 10 gündən sonra gedə bilərdi, bu danışıqda dərs oxuya bilərdi. Böyük bir iş görüblər. Amma o zamanda o millətin, o düşüncənin ki, hələ ziddi türkçülər, türkçü deyirlər, çox türkçülüğün tedadı sayı azdır. 10 nəfər türkçü yoxdur, 4 nəfər sayır burada. O zamanda camiə buna hazır deyil. 100 il öncədirlər onlar. Yəni 100 il sonra doğulsaydılar. Onlar 100 il tez doğulmuşlar, beləsi deyim. Onlar əsrin kompüter dilini yaratmışlar. Amma camiə, millət, nənələrimiz, dədələrimiz o dili qəbul eləməyə hazır deyildilər. Amma o dil bu gün olsa, biz dünyanın kompüterin, elmin rahatca hələ gətiririk. Çünki çox sadəcə bir kitab yazılandan sonra bunu mənim nənəm 10 gündən sonra oxuya bilər. 10 gündən sonra bu danışqa kitabında oxuya bilər. 10 gün olmasın, 3 ay sonra olsun. Yəni siz fars dilin neçə ildən sonra istəyirsiniz gedəsiniz, oxuyasınız, yenə gedəsiniz sizə təfsir eləyə bir nəfər danışqaqda. Bir də var ki, gedəsiniz oturarsınız ustağa danışqaq, sizə deyək ki, məsələn, su nədir? H-O-D-O. Bir də var ki, bunu siz çox rahatca edə bilirsiniz, öz dilinizdə oxuyasınız. Çox, mənim nəzərimdə çox böyük bir iş imiş, çox böyük bir iş imiş. Kaş ki, biz bunu başaraq, indi millətimizə öyrədək, yəni, birinci payadan bu dili başlayaq. Bu Türk Esperantosunda. Ölkənin ehtiyacı isə belə yapma bir Esperantoya deyil. Ölkənin, mən bunu biraz getmişəm qabağa, millətin, ölkə vətən, vətənin ehtiyacı isə, ehtiyac yəni, ehtiyac da niyaz, ehtiyac, boşluğu, boşluq isə əgərdir, isə belə yapma bir Esperantoya deyildi. Belə bir Esperanto türkü məsnui, yapma Esperanto deyildi. Nə idi bəs? Bildiyi və anladığı, alışmış və yapmacıq, yəni saxta olmayan, yapmacıq olmayan kəlmələrdən düzəlmiş bir anlaşma aracı idi. Deyir ki, nə idi ehtiyacı? Bildiyi, anladığı. Həm bilirdi, həm də biri ona danışanda onu, ya oxuyanda onu anlırdı. Alışmış ərəbi kəlmənin yerinə yazıb. Baxın, bunlar da oldu. Ha, mən bunları indi bəzən demirəm. Bildiyi, yəni məlum, məlumatı ki, ələ gətiribdir. İstirdim farsı deyəm, ərəbi yerinə. Məlumatın yerinə bilgə qoyubdur. Bildiyi, yəni örgəşdiyi, anladığı, yəni düşündüyü, fəhmidən, təfhim ərəbcədir. Alışmış adət, adət yerinə işlənir. Diqqət buyurun, alışmış, adət eləmiş. Alışmaq, yenə də o sözlərin çox gözəldir. Ot alışar. Ot, vuranla bir şey ki vurdunuz, o alışar. Yanmağa adət edir. Alışır. Yəni onu yəni yanmağa başlayır, adət edir. İndi alışmaq da belədir. Bizim canımız bir şeyə alışır, yanır, o orada ona biz adət edirik. Və yapmacıq. Yapmacıq nə demək? Məsnui. Saxta. Saxta farsi kəlmədən deyil, saxt sözündəndir. Saxta oradan gəlir. Yapmacıqdır onun sözü. Yəni, saxta farscadır, onun yerinə yapmacıq, məsnui, saxtı. Olmayan, farsca nəbud, nist. Olmayan, yəni saxta olmayan, təbii, yəni kəlmələrdən düzəlmiş, yəni millət nə mənə istirdiyi, bildiyi, anladığı, adət elədiyi, məsnu olmayan kəlmələrdən düzəlmiş bir anlaşma aracı idi. Arac nə demək? Vasitə, vəsilə, ortam. Aracı haramançı da deyirik. Bizim Qəradağda haramançı, arayçı, aracıçı. Yəni
iki nəfər bir-birinə savaşır, bir nəfər girir ortaya qoymasın bunlar savaşsın. Buna aracı deyirik, haramançı deyirik. İndi aracı nə deməkdir? Bir vəsilədir. Buradan məsələn gedirik filan yerə. Təyyarə ilə, maşınla, qətarla, hər nə ilə gedirik. Bu aracıdır. Dil və yazı aracıdır. Mənlə sizin arazda. Mən burada oturam, danışmayam, siz də orada oturasınız, danışmayasınız. Siz baş tapmazsınız, mən nə deyirəm, mən də çünki bir şey deyə bilmirəm ki, fikrimdədir. Amma o zaman ki, mən danışıram, bu ağzımdan çıxan səslər mənim düşüncəmi aracılıq edir sizinlə. Yəni, mənlə sizin arazda bu düşüncəni ki, mən nə deyirəm, siz bunu baş tapasınız, o kəlmələr aracı olur. Diqqət buyurursunuz, kəlmələr mühümdür, sözlər mühümdür. Bu sözlər, hangi sözlər mühümdür millətə? O sözlər ki, adət eləyiblər, bilirlər, anlırlar, onu olublar. Məsnui sözlər yox. Yəni, məsələn, millət indi dedik, məsələn, yapmaca. Yapmacanı, yapmacıq. Bu, məsələn, bizim üçün, mənim özüm üçün taza bir sözdür. Buna qulağım adət eləyincə, mən buna alışınca, yəni buna adət eləyincə, bu məni canıma keçincə, bu mənim bir parçam olunca, düşüncəmin, fikrimin bir yerində olunca, mən hər vaxt adət yerinə, o alışmaq nə demək olacaq? O zaman ki, mən deyərlər zərb elə bir sözü, 2 neçələr deməyəm zehnimdə, 2 dodota çaharta, sonra deyəm ki, 4, bəlkə deyəm ki, 2 4 elər, o alışmaqdır. Farsıya biz alışmışıq zərbə, telefonu deyəndə deyirik ki, farsça deyirik, bu alışmaqdır. Farscaya, telefonu farsça deməklə alışmışıq. Diqqət buyurursunuz, bu adət eləmə. O zaman ki, biz bunun yerinə türkü fikirləşək riyazini, zərbidəri, cəmi, o zaman ki, biz adət yerinə otomatik zehnimizdə adət kəlməsini gətirməyək, yerinə alışmış kəlməsini gətirək, saxtə və məsnuinin yerinə yapay səlməsin, yapmacıq kəlməsini gətirək, yapay kəlməsini otomatik, bunda biz alışmışıq Türkiyə. O günəcən ki, biz bunu fikirləşirik, tapaq ki, qarrə nə deməkdir? O, yəni, bu mənə yabancı kimidir, yapaydır, yapmacıqdır, məsnuidir. Diqqət buyurursunuz, bu o sözlər o cür ki, gəlir, düzəlmiş bir anlaşma aracı. Cənabuzla mən indi danışıram, sizlə istəyirəm, anlaşan bir söz sizə demək istəyirəm, ya bu kitabdan tərif eləmək istəyirəm. Bu, nə olur? Anlaşmaq aracı bu sözlərdir. Bu nədəndən dolayı, yəni bu dəlildən dolayı, bu səbəbdən dolayı. Nədən? Ərəb sözündə səbəb, dəlil. Bu 2 dananın yerinə nədən gətiririk? Nədən, yəni səbəb və dəlil. Dolayı, yəni bexatiri, farsca, bexatirin yerinə dolayı gətiririk. İqdamdakı aracılıq axımından yarar yerinə zərər meydana gəldi. O iqdam məcəlləsində sadə türkçü yazmaq yerinə sadə türk esperantosu yarandı. Deyir ki, onun bu səbəbdən, çünki millətin düşüncəsində yox idi o sözlər. O sözlərlə deyib, düşünüb eləmirdilər, onu adət eləməmişdilər, onu işlətmirdilər. Onu düşünmək üçün lüğətnamə lazım idi. Gedə otura baxa, oxuya, düşünə bu adam nə deyir? Deyir, nə oldu? Bu nədənlə dolayı bundan, bu səbəbdən xatir iqdamdakı arıcılıq, yəni o təsviyyəcilik, o farsı və ərəbcə sözləri çıxadıb atmaq, arıcılıq, yəni təsviyyəcilik axımından, cərəyanından, hərəkətindən yarar yerinə, yarar yəni xeyir, xeyir yerinə, fayda yerinə, baxın, fayda və xeyir ərəbcədir. Onun yerinə yarar sözü gətirir. Yarar yerinə, yəni xeyir yerinə zərər meydana gəldi. Əziz dostlar, 18-ci səfəni burada qutardıq. Uzun da çəkdi. 19-cu səfəni sabah oxuyacağam. Umarım ki, dostlar eləyə bilsinlər, görsünlər. Sizə təşəkkür edirəm. Xahiş edirəm bu videoya qulaq asın. Qulaq assınızsa bunu yayın, dostlara yetirin. Dostlar, bu kitabı bərabər oxuyaq. Yəni,
lazım deyil həttəmən bu kitabı mən oxuyan gün oxuyasınız. Eləyə bilərsiniz bu kitabı hər zaman oxuyasınız. Eyni halda bunu yükləyəcəyəm YouTube-a. YouTube-dan da gedib baxa bilərsiniz. İnsaf Əli Hidayətin YouTube bölümündən eləyə bilərsiniz, bunu tapasınız. Bunu tapmaq üçün də kafidir ərəb dilində yəni ərəb əlifbası ilə türkçə yazasınız. Türkçülüyün 1.1 Türkçülük aynı insanlıq və gözəllikdir. Sağ olun dostlar, sizə can sağlığı arzuram. Xoş qalın, sağ qalın. Sabahları bir ayrı səfər oxumaq ümidi ilə. Hələlik.